Yunanistanlı kendini bilmez, haddini bilmez bir gazeteci, efendim Erdoğan'ı da böyle götürecekler. Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Türkiyə Böyük Millət Məclisinin iclasında ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanı müdafiə xarakterli çıxış edib. Today Press TV Qafqaz Infoya istinadən xəbər verir ki, siyasətçinin həmin çıxışı müzakirələrə səbəb olmaqla yanaşı, həm də təqdir olunub. Belə ki, Cümhuriyyət Xalq Partiyasının sədri Yunan jurnalistin Türkiyə prezidenti ilə bağlı sözlərini sərt şəkildə tənqid edib. Sitat: Kimsə süni intellektdən istifadə edərək Maduronun və Ərdoğanın şəklini düzəldib yayıb və cahil, həddini bilməyən Yunan jurnalist deyir ki, Ərdoğanı da belə aparacaqlar. Orada dayan. Nəinki Türkiyə prezidentini, hətta prezident sarayının qarşısından vətəndaşlarımızdan birini belə aparmağa kimsə cəsarət edə bilirsə, qoy irəli çıxsın. Vəssalam. Statın sonu. O daha sonra əlavə edib ki, əgər Maduro ölkəsində ədalətli rəqabəti təmin etsəydi və xalqına ədalətli yanaşsaydı, xalq onu dəstəkləyərdi. Cümhuriyyət Xalq Partiyasının sədri hesab edir ki, Maduro nümunəsi hamımıza xatırlatmalıdır ki, mübahisələr, gərginliklər və bir ölkənin daxili cəhbəsini zəiflətməyə yönəlmiş hər şey həmin ölkədəki hər kəs üçün təhlükədir. İndi daxili münaqişələrdən imtina etməyin, qütbləşməyə son qoymağın, sülhü təmin etməyin vaxtıdır. Namiq Abbasov, Today Press TV.